Qarışıq bunu həmişə qarışıq salıram mən. Onu demək istədim, o da yadımdan çıxdı. Hibridin qonşularında. Əsl budur ki, müəllim eləmə çıxbayıram. Hibrid təhsil budur ki, deyirik ki, burada həm əyani, həm də distant şəkildə dərsə qoşulur. Həm fiziki olaraq şagirdlər dərsdə iştirak edirlər, həm də qarşılıqda isə, yadıma düşdüm amma, qarşılıqda isə yəni əyani şəkildə mütləq iştirak eləməlidir şagirdlər. Etməlidir. Yəni, qarşılıq tədris formasında mütləqdir ki, onlar dərsdə iştirak etmiş olsun. Müəllim əvvəlcədən müəyyənləşdirilmiş zamanda çağırır, açıq onlayn kurslarda deyilir bunun adına. Deməli, daha sonra, indi bir neçə xüsusiyyət mən deyim, baxaq görək, bu hansına aiddir. Deyirəm ki, ümumiyyətlə bunu deyim mənə, məsəl üçün, sinxron tədrisdə hansı məsəl üçün platformalardan istifadə olunur, asinxronda hansı platformalardan istifadə olunur? Tədrisdə Google Meet, Google Hangouts, Zoom, Microsoft Teams kimi platformalardan istifadə olunur. Asinxron tədrisdə də burada da demək olar ki, həmin platformalardan istifadə olunur da həm. Bəli, burada da məsəl üçün sinxronda əvvəlcədən hər hansı bir məsəl üçün audio, video olaraq izah göndərilir. Burada da göndərilsə də, burada məsəl üçün mütləqdir ki, canlı şəkildə, baxın hal-hazırda biz necə ki sual asinxronun müəyyən vaxt qoyulur və o vaxt ərzində yerinə yetirə bilər. Sinxronda nə zamansa ehtiyac duyulacaqsa, onda istifadə edilmiş olacaq. Daha sonra, hansıdır ki, deyirəm ki, Wi-Fi-in gücü ilə bağlı texniki problemlər yarana bilər, hansının çatışmayan cəhətidir bu? Sinxronun çatışmayan cəhətlərindən biridir bu. Hansındadır ki, deyirəm, şagirdlərdə metakognitiv bacarıqlar inkişaf etmiş olur? Metakognitiv bacarıqlar asinxronun üstünlükləridir. Hansındaydı, deyirəm, hər kəs eyni anda dərsə qoşulmaya da bilər? Bu asinxronda. Asinxron yoxsa sinxron? Bax, hər kəs eyni anda dərsə qoşulmaya bilər. Bir neçə müəllim var ki, yığıram, hələ də qoşulmayıblar. Yəni, o asinxrondadır. Sinxronda hamı eyni vaxtda qoşulmalıdır. Qoşulmalıdır. Bəzən elə olur ki, qoşulmaya da bilərlər də. Bu da onun çatışmayan cəhətləridir. Wi-Fi-ları olmasa qoşula bilməyəcəklər. Hətta sinxronun çatışmayan cəhətləri. Aslında ki, deyirik ki, sakit yerə ehtiyac duyulur. Bu da hər zaman, məsəl üçün, deyək ki, yəni uyğun olmaya bilər. O, sinxronda olur da, sinxronun çatışmayan cəhətlərində. Canlı sürətlə əks əlaqə qurulur. Sürətlə əks əlaqə qurulur, sinxronun üstünlükləridir. Bu, sinxronun üstünlükləridir. Neçə cür iş forması var? Fərdi iş, cütlərlə iş, kollektiv iş, bir də qrupla iş. Bax, indi siz mənə deyin görün, fərdi işin üstünlükləri nədir? Fərdi işin üstünlükləri odur ki, hər bir şagirdin fərdi şəkildə məşğul olursan, amma bu da eyni zamanda çox vaxt tələb elədiyinə görə, bu da onun çatışmayan, belə deyək də, yəni sinifdə uşaq sayı çox olarsa, əgər şagird sayı çox olarsa, bu artıq çatışmayan cəhətlərdir. Bəli, məsəl üçün deyək ki, onun əsas üstün cəhətləri faydası bundan ibarətdir. Şagird öz tempi ilə işləyir, şagirdcə metakognitiv bacarıqlar inkişaf edir, nəyi bilib, nəyi bilmədiyini bilmiş olur. Çatışmayan cəhəti budur ki, şagird sayı çox olarsa, müəllimin bütün şagirdləri, məsəl üçün, rəy verməsidir, qiymətlər. Bəli, sosial bacarıqlar necə inkişaf edir, inkişaf etmir? Sosial bacarıqlar demək olar ki, kölgədə qalmış olur. Qiymətləndirmə? Qiymətləndirməsi necə aparıla bilər? Həm müəllim, həm də şagird tərəfindən aparıla bilər, yəni özünü qiymətləndirmə. Cütlərlə şagird həm də gücü tərəfini müəyyən etmiş olur. Cütlərlə iş iki şagirdin birlikdə öyrənməsini təmin edən bir iş formasıdır. Bu zaman iki şagird əməkdaşlığa başlayır, daha uzun nəzər bakıyor. Bir də burada şagirdin birinin üstün olması digər şagirdə kömək kimi, belə bir dəstək kimi ola bilər. Amma bəzən olur ki, özüm də müşahidə eləmişəm, yola getmirlər, elə cütlərlə iş formasında. Biri güclü, biri zəif olanda yola getmirlər.
arasında ümumiyyətlə konflikt olarsa, məsələn, hər hansı bir mübahisəli bir mövzu yaşayıblarsa, mən bunları cütlər şəklində oturtduğum zaman artıq bunlar bir-birlərinin fəaliyyətlərinə rəy verməyəcəklər də, yəni bir-birinin özlərinə rəy vermiş olacaqlar. Deyir, yəni çatışmayan cəhətlərindən biri də bundan ibarətdir. Qruplarla iş necə təşkil olunur? Qruplarla iş komanda şəklində təşkil olunur. Bu zaman belə deyək, faydası odur ki, uşaqlar arasında onların bilik və bacarıqları ortaya çıxması üçün daha çox şərait yaradılır. Amma mənfi cəhətləri də var ki, mənfi cəhətləri odur ki, bəzi şagirdlərin eləsi var ki, çox işləyə bilir, bəziləri az işləyir. Bu da onlar arasında yeni mübarizəyə səbəb ola bilir. Qaydalar necə tərtib olunmalıdır? Qaydalar, yəni danışıq növbəsini gözləməli, sonra əslində şagirdlərin öz tərəfindən tətbiq olunsa daha yaxşı nəticə verər. Oradakı qeydalarda danışıq növbəsini gözləmək, bir-birini sonacan dinləmək, onların şəxsinə deyil, ideyalarına fikir bildirmək, yəni bu məntiq xətasında olan şəxsi qərəzlik, yəni onu bir də bir-birlərinə kömək etmək, yardım etmək. Bəli, bunlar əsaslanır, deməli, deyirik ki, qrup işin əsas cəhətləridir. Bəs kollektiv iş necədir? Kollektiv iş bu zaman artıq bütün sinifi əhatə edir. Burada şagirdlərin hər biri yəni iştirak edilməli kollektiv iş formasında bir yerdə yəni işləyirlər. Bundan idi, hansıydı ki, deyirik ki, bu iş formasını müəllim qiymətləndirərkən yəni obyektiv olmalıdır da. Məsələn, hər hansı bir şagirdin qrupda göstərdiyi fəaliyyətə deyil, yəni hər hansı bir məsəl üçün qrup işində necə özünü aparır deyil, yəni görülən fəaliyyətə verilməlidir. O elə qrup işində olardı. Adını da dedim, aralığa saldım. Hansındaydı ki, deyirik ki, bəzən fəal şagirdlər aktiv olur, lakin yəni pasiv şagirdlər isə aktiv olmaya bilərlər, utancaq şagirdlər bu prosesdən kənarda qala bilərlər. Qrupla işdə? Yox. Bəzəndir, yalnız fəal şagirdlər iştirak edir. Yəni fəal olmayan şagirdlər isə prosesdən kənarda qala bilərlər. Utancaq şagirdlər prosesdə, müəllim deyir, bu işi görən zaman ümumiyyətlə yəni bütün şagirdləri nəzərə almalıdır, hər birini. Hər birini nəzərə almaq üçün kollektiv şəkildə burada səs-küy ola bilər. Deyir, yəni çatışmayan cəhətlərindən biridir ki, yəni əgər işgüzar səs-küydirsə heç bir şey olmaz, lakin səs-küydirsə deməli burada müəllimin zəifliyindən irəli gəlmiş olur. Belə, layihə əsaslı öyrənmədə mövzunu dedik kim seçir? Layihə əsaslı öyrənmədə şagird həm müəllim seçə bilir. Daha çox şagirddən istəyir. Qarşılaşdırması iki mərhələsi bir-biri ilə qarşılaşdırılırdı. Hansı mərhələlər idi bunlar? Necə mənə? Sorğulaşdırması. Bundan qabaqki dərsi deyirsiniz, ona baxa bilməmişəm, üzrə hesab edin. Yaxşı, oyun elementlərinin təşkil olunmuşdur, hansıydı? Yəqin ki, oyun əsaslı öyrənmə olar. Oyunlaşdırma, bəli. Daha sonra, hansındaydı ki, deyirəm ki, əsaslandırılmış təkliflər var. Problem yoxsa layihə? Əsaslandırılmış təkliflər var, problem. Bəli, problemdir. Çox sağ olun, Dilbər mənə. Mən ki, atmışam sizə, baxarsınız. Baxmışam mən, yəni qədər baxdım, tam baxa bilmədim, yenə davam edəcəm. Lap yaxşı, mən yenə qrupu yığım, kimi qoşulmayıbsa qoşulsun. Keçək digər müəllimimizə, deməli, müəllimə buyur. Sağ olun, axşamınız xeyir müəllimə. Sabahlanlı yazdıdır. Hansı müəllimdir? Necə müəllimə? Sizdə yenə yuxu verir. Onda çıxın bir dənə təzədən girim. Çıxın yerdən. Burada Fərid Babaxanlı yazılıb. Hansı müəllimdir? Səsdə açıq. Mən İlhamədir. Yaxşı, İlhamə. Sizi sual cavab edəcəm sonra, narahat olmayın. Səsi açıq saxlamayaq ki, exo verməsin. Mənim səsim yenə elədi.
Aha, yox, indi yaxşıdır, düzəldi. Bəzən olur ki, nəsə zəng falan gələndə olur elə. Deməli, Yana mənə deyin görüm, tədrisdə neçə cür yanaşma var dedik? Sinxron, asinxron iki cür yanaşma. Canlı belə deyək də və onlayn. Aha, canlı və onlayn şəkil. Onlayn. Daha sonra baxın, deyirik ki, canlı, bilirik ki, əyani şəkildə gedilən dərslərdir. Onlayn dərslərin neçə növü var? Bəli, onlayn dərslərində iki növü var, sinxron və asinxrondur. Sinxron və asinxron. Sinxron təlimin üstünlüklərini deyim, ümumiyyətlə sinxron təlim haqqında məlumat verin. Sinxron yəni elə bir tədris metodudur ki, burada belə deyək də eyni hamı üçün dərs prosesi eyni anda gedir. Yəni şagirdlər müzakirədə falan yəni eyni anda iştirak edirlər. Burada üstünlüklər var ki, məsələn, dərhal cavablandırılma olur, sürətli əks əlaqə olur, yəni dərhal rəy verilir. Sinxron bəs? Asinxronda da yəni şagirdlər öz templəri ilə işləyirlər və buna görə də onlarda yəni belə deyək də metakognitiv bacarıqlar da inkişaf edir. Sonra necə deyim, şagirdin belə deyək də vaxtı çox olur deyə mövzu üzərində də çox düşünə bilirlər. Bax, bunda bir neçə xüsusiyyət mən deyim. Deyin görək bu hansına aid edirəm. Eyni mövzu fərqli zamanlarda öyrənilir. Eyni mövzu fərqli zamanlarda öyrənilir. Yəni sinxron və asinxrona aid olduğunu soruşursunuz da? Sinxron yoxsa sinxron? Bu sinxrondur. Əlaç. Daha sonra fərqli zamanlar deyirəm. Mən də əlaçı deyirəm. Bax, eyni mövzunu fərqli zamanlarda öyrənilir. Asinxrondan. Sinxrondan söhbət gedir. Canlı və sürətli əks əlaqə yaradılır. Canlı sürətli əks əlaqə sinxrondadır. Problem həll etmə daha sürətlidir. Problem həll etmə Daha sürətli. Sinxrondadır. Öyrənmə şagirdlərə uyğun vaxtda baş verirsə? Bu asinxrondur. Deyirəm ki, şagirdlərdə metakognitiv bacarıqlar inkişaf edir. Asinxrondur. Deyirəm, bu deməli yanaşmaya, yəni bu təlim yanaşmasına öyrənilməsi bəzi şagirdlərdə çətinlik yarada bilər. Çətinlik asinxrondur da müəllimə. Asinxrondan söhbət gedir. Təlim formaları, neçə cür təlim forması var dedik? Təlim formaları Neçə cür təlim forması var dedik? Mən sinxron, asinxron, hibrid bunlar deyirsiniz də? Təlim formaları. Təlim formaları hansılar? Cütlərlə iş, pərdə iş, cütlərlə iş, qrupla iş, kollektiv iş. Bax, bunlar hansındaydı ki, çatışmayan cəhətidir ki, deyirəm, şagird sayı çox olduğu zaman problem yarana bilər. Bu kollektiv işdir mən. Bax, deyirəm ki, 40 dənə şagird var, 40 dənə də albom. İndi bunları bir-bir yoxlayın. Qruplarla iş. Bax, şagird sayı çox olanda problem yaranır. Müəllim bir-bir həmin şagirdlərə rəy verməlidir, həmin şagirdlərə tapşırıq verməlidir, nə bilim, yoxlamalıdır. Nə olacaq? Cütlərlə iş. Yəni müəllimə. Tam başa düşmürəm, əslində ona görə. Deyirəm ki, bu hansı iş formasının çatışmayan cəhətidir ki, deyirəm, şagirdin sayı çox olanda, bax, deyək ki, bura 50 dənə müəllim yığmışam mən, bu 50 müəllimin hamısını bir-bir sual-cavab eləməliyəm. Mən üzrü sayımda biraz... Fərdi iş. Bax, həmişə deyirəm ki, 40 dənə şagird... Mənim fikrim çoxluğa artıq getdi, ona görə. Yox, fərdi işdir də. Fərdi işdə, məsələn, hər birini axı tək-tək biz rəy veririk, tək-tək qiymətləndiririk. Bir şagirdin sayı çox olanda zaman baxımından müəllim problem yaşaya bilir də. Məsələn, bir şagird
axı qiymətləndirə bilmir. Bəli, müəllim. Hansındaydı ki, deyirəm ki, burada şagirddə metakognitiv bacarıq inkişaf edir, şagird nəyə yaxşı, nəyə pis bildiyini də müəyyənləşdirə bilir, zəif cəhətləri, güclü tərəflərini müəyyən edir. Cütlərlə işdi müəllim. Bax, metakognitiv. Bunlarda biraz yaxşı oxumamışam, ola bilər onunla əlaqəlidir. Bir siz orada dinləyin, gələnlər sual cavab edər. Buraları daha yaxşı oxuyaram. Əsaslı öyrənmədən mövzunu kim seçir dedik? Şagird seçir. Aha. Hansındaydı? Deyirəm ki, 21-ci əsr bacarıqları inkişaf edir layihə, yoxsa problem? 21-ci əsr layihədəydi. Hər ikisində. Orta hər ikisindədir. Hansında deyirəm ki, plagiatlıq yoxlanılır? Layihə əsaslıdır. Layihə əsaslıdır. Sorğu-araşdırma əsaslı öyrənmədə hansı ki mərhələ idi ki, bir-birləri ilə qarşılaşdırılırdı? Mən o da keçintimdən qoşulmamışdım deyə onu da yaxşı oxumadım. Bunları yaxşı oxumalıyım. Yaxşı baxarsınız, olsa bir-iki dənə mövzudur. Belə, çox Siz də çox sağ olun. Adilə müəllimə buyurun, əl qaldırmışsınız. Adilə müəllimə səs gəlmir amma. İstəyirsiniz çıxın yenidən daxil olun, səs gəlir. Bəli. Aha, indi gəlir. Amma zəif gəlir. Salam, axşamınız xeyir, bir daha nətərsiz? Ulan, hər vaxtın xeyir olsun, çox sağ ol. Sən necəsən Adilə? Çox sağ ol, yaxşı olasın. Sən də yaxşı olasan əzizim. De görün mənə, təlimdə dediyi neçə cür yanaşma var? 2 cür yanaşma var, bir canlı, bir də online şəkildə. Online'da 2 cür olur, sinxron və əsinxron. Aha. Bax, sinxron təlim dedikdə nəyə başa düşürsünüz? Nədən söhbət gedir? Sinxron hazırda bizim indi dərsdə olduğumuzda hamı bir eyni vaxtda yığılmalıdır, dərs keçilir. Asinxronda isə material atılır, istənilən vaxt olduqca girilir, baxılır. Aha, bəli. Biz sinxronda hansı platformalardan istifadə edə bilərik? Sinxronda Aha. nətər ki platformalar. Bax, hal-hazırda Google Meet'də də həmin İnternet falan lazımdır, onu deyirsiniz? Meet'dən istifadə edə bilərik. Zoom-dan, Google Meet-dən, sonra başqa nə var? Yəni, bu kimi platformalar. Bu kimi platformalar istifadə edə bilərik. Baxdıq, virtual platforma yaradılmışdı. Bəli. Daha sonra mənə de görüm, bir neçə mən xüsusiyyət deyim, sən mənə de görüm bu hansına aiddir. Bax, deyirəm, eyni mövzu fərqli zamanlarda öyrənilir. Asinxron. Canlı ünsiyyətdə daha az yer verilir. Asinxron. Deyirəm ki, şagirdin bu təlim yanaşmasına, yəni öyrənməsi biraz zaman ala bilər və yaxud da ki, çətinlik yarana bilər. Asinxronda. Sinxron. Daha sonra canlı və sürətlə əlaqə qurulur. Sinxronda. Problem həll etmə daha çevik şəkildədir. Bu da sinxronda. Əvvəlcədən təyin olunmuş vaxt qrafiki var. Sinxron. Bəli, sinxrondadır. Şagirdlərdə təqdimat bacarıqları inkişaf edir. Bu sinxronda. Hibrid təhsil nədir? Onu bilmədim. Hibrid təhsil ən asandıdır da. Məsələn, bax, elə olur ki, uşaqlar xəstələnir, məktəbə gedə bilmir. Əsasən xarici ölkələrdə var və Azərbaycanda da bəzi özəl məktəblərdə var ki, həm orada dərs keçirilir, həm də uşaq evdən qoşulur. Həm fiziki olaraq, online olaraq şagirdlər dərsdə iştirak edə bilir. Deyir, müəllim burada körpü rolunu oynamalıdır ki, həm online, həm də ki, fiziki olaraq iştirak edən şagirdlər arasında əməkdaşlıq yarada bilsin. Daha sonra, mənə de görüm Adilə, deməli, bəs qarışıq təlim nə idi? Hansı? Qarışıq. Qarışıq. Burada həm online məktəbə getmək, həm də online keçmək. Həm online keçirilir, həm də qarışıq. Məsələn, əvvəlcədən vaxt təyin olunur. Müəllim, məsələn, hansı bir
Yəni əvvəlcədən müəyyən olunmuş vaxtda çağırır, deyək ki, laboratoriya olsun, kompüter laboratoriya otaqları olsun və s. kitabxanalar olsun. Ora bütün şagirdlər getməlidir. Məcburdular. Belə. Daha sonra təlimin necə forması var? Təlim formaları hansılar? İkinci dərs müəllimə bu? Yox, bunları mən 2 dərsi Fərdi cütlərlə qruplarla iş. Bu hansı iş formasına çatışmayan cəhətdir ki, deyirəm ki, şagirdlərin bir-birinə qarşı mənfi münasibəti olarsa, bu iş uğurlu alınmaz. Bu iş formasına cütlərlə. Bəs hansıdır ki, deyirik ki, bu iş formasından istifadənin üstünlükləri bundan ibarətdir ki, həm sosial bacarıqlar inkişaf edir, empatiya hissi formalaşır, həm də burada zəif şagird daha güclü şagirddən öyrənə bilir. Qrupla. Qrup? Bax, güclü şagird. Onda cütlərlədir. Cütlərlə işdən söhbət gedir. Hansıdır ki, hansının çatışmayan cəhətidir ki, deyirəm, şagird sayı çox olduqda problem yarana bilər? Bu da qrupla. Qrupla çox olanda. Çox olanda. Qruplarla niyə? Məsəl üçün 40 şagird var, nə bilim 30 şagird var, mən bunları 5 qrupa bölüb 30 dururam, mən 6 qrupa bölüb 30 dururam. Qrupdan başqa da var, deyəm, mən nə idi? Onu demək istəyirəm. Bax, deyirəm ki, 40 dənə sinifdə uşaq var. Bunların hər birini bir-bir qiymətləndirmək üçün müəllimin vaxt baxımından problem yaşayacaq. Hansı olacaq? Fərdi? Bəli, fərdi işdən söhbət gedir. Bunu niyə qarışdırırsınız müəllimlər? Fərdi işdir ki, çatışmayan cəhəti budur ki, şagird sayı çox olduqda müəllim vaxt baxımından problem yaşaya bilər. Çünki vaxtı çatdıra bilməz. Daha sonra qruplarla iş necə aparılır? Qruplarla işin bir mənfi cəhəti var ki, məsələn, bir-birinə şəxsi qərizliyi olan uşaqlar ola bilər, burada problem yarana bilər. Sonra yaxşı cəhəti də ondan ibarətdir ki, yəni əməkdaşlıq yaranır aralarında. Deyirik ki, bunun çatışmayan cəhətləri bundan ibarətdir ki, şagirdlərdən bəziləri çox işləyə bilər, bəziləri az işləyə bilər. Daha sonra bu da şagirdlər arasında narazılığa səbəb ola bilər. Əvvəlcədən məsəl üçün meyyar olmalıdır ki, bu meyyar əsasında qiymətləndirəcəksiniz. Əgər meyyar olmaqsa, bu da məsələn çatışmayan cəhətlərindəndir. Qrup qaydaları olmalıdır. Deyir, bu qaydaların şagirdlərin özləri ilə biz hazırladığımız zaman şagirdlər özləri hazırlamış olduğu qaydaya daha səlis şəkildə riayət etmiş olurlar. Və 2 cür səs-küy baş verir. Necə səs-küy olur burada? 2 cür səs-küy. Biri məsələn, nə deyim? İşgüzar, bir də yox, onu bilmədim mən. Bir işgüzar səs-küy olur da. Bir var ki, şagirdlər aralarında söhbət edir. Bir də var ki, işgüzar səs-küydür də, yəni əməkdaşlıq baş verir. Bir də qrup işlərinə biz şagirdləri cəlb edərkən, məsəl üçün, mən yaxşı oxuyan şagirdləri 1.30 durum, pis oxuyanları 1.30 durum, orta oxuyanları 1.30 durum. Beləmi qrup yaradıraq, yoxsa necə? Yox, qarışıq olmalıdır. Qarışıq olmalıdır. Yəni, şagirdlərin yəni, məsəl üçün, mən bilik bacarıq cəhətdən onları bir qrupa yığa bilmərəm. Yəni, qarışıq şəkildə şagirdlər fəaliyyətə cəlb olunmalıdır. Qiymətləndirməsi zamanı müəllim nəyə diqqət etməlidir? Qiymətləndirmədə həm şagird qiymətləndirməsi olur, həm də müəllim qiymətləndirməsi olur. Qrup işinin əsas deməli bir çətin fəaliyyətindən biri qiymətləndirmənin aparılmasıdır ki, müəllim şagirdlərin gördüyü işə qiymət verməlidir. Məsəl üçün, bir-birinə münasibəti olsun. Əsas görülən fəaliyyət, yəni qrup şəklində qiymətləndirilmə aparılmalıdır. Bütün siniflə iş necə aparılır? Bütün siniflə iş orada daha çətin idi də, yəni ən çətini o idi ki, deyim,
orada zəif güclü məsələlər var idi də, seçmə Şagird prosesdən kənarda qala bilər. kənar qala bilirdi, bəli, çoxluq. Ancaq şagirdlər prosesdən kənarda qala bilər, xaotik şəkildə səs-küy yarana bilər. Bu onun çatışmayan cəhətləridir. Deyir, bunlar əsasən müəllimin, məsələn, bu kimi nüanslara diqqət etməzsə deyir, müəllimin zəifliyindən irəli gələ bilər, bu kimi problemlər yaşaya bilər. Faydaları da bundan ibarətdir ki, hər bir şagird bir fəaliyyətdə birləşirlər, bir-birləri ilə təcrübələrini bölüşmüş olurlar. Belə. Layihə əsaslı öyrənmədə mövzunu kim seçir dedik? Şagird. Hansındaydı deyirdim layihə, yoxsa problem deyirəm ki, sondakı nəticəni əvvəlcədən bilirdik. Məsəl üçün, əvvəlcədən gələn nəticə bilinir. Layihədə. Sorğu-araşdırma əsaslı öyrənmənin hansı komponentində idi ki, deyirik ki, ilkin fərziyyələr irəli sürülür? Sorğu-araşdırma. Bu axırıncı dərslikdə gəldi. Bundan əvvəlki dərsdə. Allah, çətin deyim, mənə bir qabı qarışıq gəldi. Niyə? Onu keçən olur. İkincidə də sualın qoyulmasıdır ki, şagirdlər sualını, yəni başlayırlar sual ətrafında ilkin fərziyyələrini irəli sürməyə. Belə, Adilə müəllimə, çox sağ olun. Siz sağ olun, müəllimə. Nəzakət müəllimə, buyurun, hansı mənim sual cavabda iştirak etməyibsə, əl qaldırmaq işarəsi var, ona toxunub, bilim ki, kimlər iştirak etməyib. Bəli, axşam xeyir müəllim. Axşamınız xeyir olsun. Qeydiyyat aparmadan əvvəlcədən, ona görə yəni bilməyəcəm. Deməli, siz mənə deyin görün nəzakət müəllimə, hər vaxtınız xeyir olsun. Təlimdə neçə cür yanaşma var idi? 2 cür yanaşma var, canlı və onlayn, bu da sinxron və asinxron olur. Baxın, bu onlayn təlimdədir, yəni onlayndadır. Bir var, əyani, bir də Əyani və distant. distant özü neçə hissəyə ayrı? Distantda 2 hissəyə, o da sinxron və asinxron. Sinxron təlim nədir? Sinxron təlim odur ki, şagirdlər eyni mühitdə təlim alır, hər hansı biliyə ələnsinlər. Yəni, sinxron təlim budur ki, əyani dərslərdə olduğu kimi yalnız ayrılığı var buradakı, məsəl üçün, müəllim sinifdə gedib necə dərs keçir. Eyni müzakirə eyni zamanda baş verir. Bəli. Hansı təlimdə idi ki, deyirəm ki, mövzu şagirdlərə uyğun vaxtda mənimsənilir? Uyğun vaxt asinxrondur. Onlar özləri üçün qrafik qurur, uyğun Sosial bacarıqlar fəal şəkildə inkişaf edir? Sosial bacarıqlar sinxrondadır. Canlı ünsiyyətə daha çox yer verilir? Sinxron tədrisdə. Tədris yanaşmasına, yəni öyrənilməsi bəzi şagirdlərdə çətinlik yarada bilər? Çətinlik sinxrondadır, Wi-Fi olmaya bilər, hər hansı səs-küydən uzaq ola bilməlidir. Bax, deyirəm ki, şagirdlərin bu tədris yanaşmasına öyrənməsi çətinlik yarada bilər. Yəni, yarana bilər də, bu hansı olacaq? Sinxron yoxsa asinxron? Çətinlik yarana bilər, asinxron. Bəli, asinxron. Çünki, bax, mövzunu artıq şagirdin məsuliyyət özündədir. Bu gün bilirsiniz ki, 9-da bizim dərsimiz var. Yəni, oxumaz istəməsəniz belə onu qoyub qarşınıza oxuyursunuz ki, Ürfanə müəlliməyə cavab verəcəm. Elə deyil. Burada var ki, soruşan yoxdur. Atılır ora mövzular, qalır. Məsəl üçün, indi oxuyaram, sabah oxuyaram, bir gün oxuyaram, bir mövzu atıldı, 2 mövzu atıldı. Yəni, bəli, süper. Ona görə deyir ki, şagirdin özündə məsuliyyət olmalıdır bu təlimə yanaşmaq üçün. Metakognitiv bacarıqları elə bir inkişaf eləməlidir, özünü idarə etməlidir. Hansındaydı? Deyirəm ki, eyni zamanda, məsəl üçün, hər kəs eyni zamanda, yəni qoşulması mümkün olmaya bilər. Sinxrondur o da. Bəli, sinxron. Bax, indi yenə də bəzi müəllimlərimiz dərsə qoşulmayıb. Hansındaydı ki, problem həll etmə daha çevik şəkildədir? O da sinxrondaydı, eyni zamanda həll eləyir də, çevik olur.
Hə. Eyni vaxt yerdə. Həmdə təqdimat bacarığı inkişaf edir. Təqdimat da sinxrondadır. Bəli, bu da sinxrona əsaslanmış olur. Müzakirə operativ şəkildə aparılır. Sinxron tədrisdə. Bəli, bu da sinxrona əsaslanır. Hibrid nədir? Hibrid həm onlayn, həm də elə bir həm sinxron, həm asinxron qarşılığı. Aha, bəli. Həm canlı olur, həm onlayn şəkildə olur. Bəli, məsələn, şagirddə hansı bir hal baş verib dərsə gələ bilmir, onlayn şəkildə dərsə qoşulur, yəni dərsindən geri qalmır. Bu olur hibrid təhsil. Qarışıq necə idi? Qarışıq da elə bir şagird xəstələnərkən öz evindən elə bir izləyə bilir dərsi onlayn şəkildə. Aha, bir də qarışıqda budur ki, bir müəllim əvvəlcədən vaxt təyin edir. Mütləqdir ki, şagirdlər həmin vaxtda deyilən yerə getmiş olsunlar. Yəni, bu vacibdir. Belə, təlimin özünün neçə forması var? Təlimin 4 forması var. Fərdi, cütlərlə, qruplarla, bir də kollektiv iş. Aha, bax, hansı çatışmayan cəhətidir ki, deyirəm, şagird sayı çox olduqda müəllim vaxt baxımından problem yaşaya bilər? Fərdi işdə hər şagird elə bir rahat şəkildə işləyə bilmir də, təklikdə. Qayda şagirdlərdə yəni iş formasına əsasən şagird həm fərd daxili intellektə aid edilə bilər, həm introvert şəxsiyyət tipinə uyğun gəlir. O da fərdi işdədir. Aha, bu da fərdi işdədir. Fərdi işin qiymətləndirilməsi necə olur? Özünü qiymətləndirmək ola bilər, müəllim qiymətləndirməsi də ola bilər. Bəli, bir də şagird tərəfindən yoldaş qiymətləndirməsi də burada olur. Qarşılıqlı qiymətləndirmə də olar. Cütlərlə işin üstün cəhəti hansıları idi? Üstün cəhət odur ki, bir-birindən nəsə öyrənə bilərlər, bir-biri ilə əməkdaşlığıdır. Bir-birini öyrənmələr daha çox inkişaf eləyir. Bir-birlərini aktiv şəkildə dinləmiş olur. Qarşılıqlı fikirləri olur. Qarşılıqlı fikir mübadiləsi olur. Mövzu ilə çətinlik çəkdi, hər hansı bir mövzuda çətinlik çəkirsə, bilik bacarıq cəhətdən üstün olan şagirddən nəyisə öyrənə bilər. Və çatışmayan cəhəti nədir? Çatışmamaqda hər ikisi arasında elə bir şəxslər arası bir-birindən incimələri də elə bir. Bunlar arasında çatışmamaz cəhət olar. Nə zamansa problem yaranıbsa onların arasında, bu zaman şagirdlər arasında hansısa bir məsələ cütlərlə işə cəmb etsəm, problem yaşayacaqlar. Neçə dəqiqə olar mən uşaqdan xəbər bilim, müəllim yanından çıxıb. Görüm harada. Bəli, olar müəllim. Necə təşkil olunurdu dedik nəzakət müəllim? Qruplarla komanda şəklində elə bir aparılırdı. Bəli, komanda şəklində aparılır, kiçik komandalar şəklində aparılır. Burada şagirdlərin yəni digər xüsusiyyətlərinə görə biz bunları ayrı-ayrı qruplarda əyləşdiririk, yoxsa yox? Yox, eyni qrupda elə, bilik bacarıq səviyyəsi eyni qruplarda. Bəli, məsələn, müxtəlifliyi nəzərə alırıq da. Həm ola bilər ki, yüksək biliyə bacarığa sahib olan şagirdləri, ya orta, yəni bu xüsusiyyətlər nəzərə alınır. Yəni, mən bilik bacarığı yüksək olanları bir qrupa götürüm, yığım olmaz. Bir də burada daha çox yaxın inkişaf zonası inkişaf edir. Aha, əlaç. Bəs bunun çatışmayan cəhətləri nədir? Çatışmama bəziləri az işləyə bilər, bəziləri çox işləyə bilər. Bu da onun çatışmama cəhətləridir. Daha sonra? Meyar? Sonra fikir ayrılığı ola bilər bir də. Yəni, meyar ola bilim, olmasa, məsəl üçün qiymətləndirmə meyarı əvvəlcədən bildirilməsə, bu da şagirdlərə Qaydalar vaxtında qoyulmalıdır. Şagirdlərlə birgə qoyulsa daha çox özləri elə bir yerinə yetirir qaydaları. Aha, daha sonra burada neçə cür səs-küy baş verə bilər? 2 cür səs-küy olur, işgüzar və qeyri-işgüzar. İşgüzar elə bir ki, iş prosedurun, elə bir işin getməsi ilə əlaqədar səs-küydür. Qeyri-işgüzarda özü aralarında söhbət edir. Aha, kollektiv iş necə aparılır? Vəslə mənə, buradasınız siz? Eyni bir fəaliyyətə bütün sinifi əhatə eləyir kollektiv işdə.
Bəli, kollektiv işdə də eyni bir fəaliyyətdə birləşdirilir. Bunun çatışmayan cəhəti nə ola bilər? Burada da elə bir zəif şagirdlər kənarda qala bilər, pasiv şagirdlər, utancaq və pasiv şagirdlər kənarda qalır, az işləyə bilər, çatışmayan cəhətidir. Xaotik bir də səs-küyün yaranmasıdır. Bəli, müəllimin də idarə ediciliyi zəif olarsa, xaotik şəkildə də burada xaotik səs-küy də ola bilər. Belə deməli nəzakət müəllimi. Mənə deyin görüm, layihə və layihə deyirəm, sorğulaşdırma əsaslı öyrənmə, yoxsa 5Y modeli deyirəm ki, burada müəllim elmi cəhətdən əsaslandırırdı şagirdlərin söyləmiş olduğu. İzahat idi. Əlac. Hansındaydı deyirdim ki, ilkin fərziyyələr gələn nəticədə qarşılaşdırılır? Araşdırmadaydı. Əlac. Sorğulaşdırma əsaslı öyrənmə şagirdlərdə hansı bacarıqları inkişaf etdirir? Sonra hansı bacarıqları əməkdaşlıq, ünsiyyət, Əlac. bu kimi bacarıqlar. Həll etmədi, müstəqil düşün. Problem həll etmə. Bu şəkildə dərsə cəlb olunmalı. Bəli, bu kimi bacarıqları inkişaf etdirmiş olur. Daha sonra layihənin mövzusu kim tərəfindən müəyyənləşdirilir? Şagirdlər tərəfindən daha çox şagird mərkəzli olur. Hansındaydı ki, deyirəm, gələn nəticə əvvəlcədən bilinirdi? Layihə əsaslıdır. Bəli, bu layihə əsaslıdır. Belə çox sağ olun, nəzakət müəllim. Müəllimə, bir də heç birbaşa təlimdən sual vermişsiniz. Daha çox bunlar önəmlidir, yoxsa birbaşa təlimdən də? Təlim Ruzə Şahin'in, daha onu bəzən görürsün, unutmuşam. Birbaşa təlim də belə əvvəlki daha çox sorğu araşdırmadır, problem əsaslı layihə verirsiniz, heç o birbaşa vermişsiniz. Deyirəm, bəlkə daha çox bunlar önəmlidir. Yox, birbaşa təlim belədir ki, yəni asandır da, mənə elə gəlir çətindir. Layihənin mövzusu, problemlə layihəni bəzən müəllimlər çox qarışdırırlar. Ona görə onun üzərində çox dayanıram. Yoxsa ola bilər ki, bu aralar unutmuşam. Layihə əsaslı, problem əsaslı, birbaşadan da sual çağırır. Yaxşı, birbaşa təlimdə Ruzə Şahin'in prinsipləri hansı var idi? İlk öncə suallar verilir, sonra hissə öyrədilir, sonra birinci təkrar olunur, sonra hissə öyrədilir, üçüncü sual vermək idi, dördüncü nümunələr olurdu, beşinci nümunələri ümumiləşdirirdi, altıncı anlama idi, yedinci yaxın inkişaf zonası idi, səkkizinci scaffolding idi, doqquzuncu istiqamət verirdi, onda da yenə birinci ilə 10-cu da eyni olurdu. Əlac. Belə, çox sağ olun, nəzakət müəllimə. Keçək digər müəllimimizə. Əslən ana, buradasınız siz. Bugün dərsimiz olduğunu bilmirdiniz. Müsələm ana, buyurun. Allah. İkramınız xeyir olsun. Müsələm ana, mənə deyin görün. Deməli, biz sizinlə keçmişik. Sinxron, asinxron yanaşma. Sinxron yanaşma nə idi? Asinxron yanaşma nə idi? Sinxron yanaşma indi hal-hazırda olduğumuzdur. Yəni ki, tədris indi keçirilir. Məsələn, müəllim şagirdlərə eyni vaxtda tədris edir də dərsi. Hamı da eyni vaxtda anlayır. Kimisə sualı varsa verir. Aydın olmayan məqamlar varsa müəllim həmənki momentdə izah edir. Bu sinxrondur. Asinxron, siz indi həm sinxron keçirsiniz, həm asinxron keçirsiniz. Əvvəlcədən video materiallar falan atırsınız, ondan sonra onu müzakirə edin. Baxıram mən video materiallara, ondan sonra o testlərə falan da müəyyən vaxt verirsiniz, onu həll edirəm. Bu da asinxron olur. Sinxronun əsası güclü Wi-Fi əlaqəsi olmalıdır. Üstünlükləri ondan ibarətdir ki, sual-cavabda istədiyin sualı o saat verirsən, cavab ala bilirsən, amma asinxronda elə deyil də. Məsələn, hər hansı bir yerdə ilişirsənsə, gərək gözləməlisən ki, məsələn, dərs vaxtı gəlsin ki, mən o sualı cavablandırım da elə. Bu da çatır olmalıdır. Bəli. Bax, indi bir neçə, dərsə qoşdum. Bir neçə yanaşmanı, bir neçə xüsusiyyət deyək, görək hansı yanaşmaya aiddir. Deyirəm, eyni mövzu fərqli zamanlarda öyrənilir.
asinxron. Canlı ünsiyyətə yer verilir. Bu da çatışmayan cəhətdir asinxronun. Daha sonra deyirəm ki, canlı və sürətləşmiş əlaqə qurulur. Sinxron. Şagirdlərə uyğun vaxtdadırsa, Necə? öyrənmə şagirdlərə uyğun Vaxt tanıyırsa, şagirdlərə dediyim sualda özümdə unuttum. Öyrənmə şagirdlərə uyğun vaxtdadırsa, uyğun vaxtdadırsa sinxrondur. Elə bil asinxronla sinxronda çatışmayan cəhəti daha nə var? Elə bil sinxronda nətər idi? Dərin düşünə bilmirsən, o saat gərək verməlisən sualı. Amma asinxronda gərək, məsələn, düşünürsən sual ətrafında, sonra məsələn, cavablandıra bilirsən də özün-özündə dərsə. hansındaydı deyirəm ki, Wi-Fi ilə bağlı texniki problem yarana bilər, hər kəs dərsə eyni anda qoşulmaya bilər. Hə də, bu asinxronda. Amma sinxronda hamısı, hə də, Yenə də bir müəllimimiz qoşulur. Yenə də bir müəllimimiz var ki, qoşulmuyor. Sinxron təlim də olsa, hər kəs eyni anda dərsdə olmaya bilər. İndi bax, indi məndən sual cavabdan sonra söndürüb çıxarda bilərsiniz. Elə deyil? Bəli. Daha sonra, əlaç. Hansındaydı deyirəm, problem həll etmə daha çevik, sürətli şəkildə baş tutur? Sinxronda. Sinxronda. Hansında da deyirəm, şagirdlərdə metakognitiv bacarıqlar inkişaf edir? O asinxrondadır. Çünki özün öz strategiya, bu öyrənmə texnikalarını falan formalaşdırırsan da yavaş-yavaş da düşünə-düşünə də olsa eləyirsən, izahlara qulaq asar elə. Hansında da ki, deyirəm ki, həm yaşlılar ilə birlikdə canlı mühitdə öyrənməkdən zövq alanlar üçün bu təlim yanaşmasını öyrənilməsi asinxron yaradır. Deməli, hibrid nədir? Hibrid nədir? Hibrid, həm onlayn, həm də distant təhsil. Bu belədir ki, məsələn, mən xəstələnmişəm, bugün dərsə gedə bilmirəmsə, mən həmənki dərsə onlayn evdən qoşula bilirəm. Bu yaxşı, əslində, hibrid yaxşı bir şeydir, amma bizdə elə istifadəsi yoxdur. Anladım. Daha sonra, bəs qarışıqda necə idi? Qarışığı çatdıra bilmədim. İndi sinxron, asinxronu indi oxudum mənim hibridi də. Qarışığı ilə mənim adımızı çəkdi, baxa bilmədim. İndicə öyrəndim bunları. O təlim modellərində iş var, işlər. Onu təlim işləyirəm. Onları öyrənmişəm. Asinxron indi dərs başlayanda onun üçün baxdım. Bir də burada hibrid nə yaxşı cəhətləri, nə pis cəhətləri var. Yaxşı cəhətləri odur ki, məsələn, fiziki imkanları məhdud olan uşaq ola bilər. Məsələn, o hibrid təhsildən yararlana bilər. Yaxşı cəhəti ondan ibarətdir ki, məsələn, uşaqlarla ünsiyyəti, məsələn, o fiziki çatışmamazlığı olan, müəyyən çatışmamazlığı olan, orada ünsiyyət qurur da, istər-istəməz şagirdlərlə sual-cavabda iştirak eləyir, dərsə qulaq asır, onun üçün bir motivasiyadır. Nə deyin görüm, Müsailə müəllimə, fərdi işin üstün cəhətləri nələr idi? Üstün cəhətləri özlərinin intellekt səviyyələri, strategiyalarını müəyyənləşdirirlər ki, bu iş üsulu ilə mən işləsəm, belə işləsəm, mən daha yaxşı nailiyyətlər əldə eləyə bilərəm. Fərd daxili intellekt səviyyələri yüksək olan uşaqlar üçün yaxşıdır. Amma çatışmamazlıq ondan ibarətdir ki, müəllim məsələn, əgər sinifdə çox şagird ola bilərsə, fərd daxilindən heç vaxt demək olar ki, istifadə eləyə bilməz, qiymətləndirmədə biraz çətinlik yarada bilər. Bacarıqlar öncədə qalır? Bunda. Çünki əlaqə, əməkdaşlıq, ünsiyyət hansındaydı deyirəm ki, şagirdlər arasında hər hansısa bir mənfi münasibət olarsa, bu təlim modelindən təlim formasından istifadə edilmək effektiv olmaz? Cütlərlə işdə. Üstün cəhətlərini
Cütlərlə işin üstün cəhətləri də var, mənfi cəhətləri var. Üstün cəhətləri odur ki, məsələn, bir uşaq yaxşı bilsə, o pis uşaq ondan öyrənə də bilər. Bir də bir uşaq, bunun mənfisi də ola bilər. Çünki bir uşaq yaxşı bilir, həmən ki, o hegemonluq eləyəcək, o pis işini öyrənməyə də bilər. İki cür ola bilər. Cütlərlə işlə. Daha cütlərlə işlə həm də deyir ki, deməli, bunun əsas yəni üstün cəhətləri bundan ibarətdir ki, şagirdlərdə empatiya hissi formalaşır, zəif şagird, gücsüz şagirdlər bir-birləri ilə fikirlərini bölüşdürürlər, qarşılıqlı şəkildə. Bəs qruplarla iş necə aparılır? Hə, qruplarla işdə müəllimə daha belə sərf eləyir. Çünki qruplarla iş belə aparılır. Qruplara onların bacarıqlarına görə bölmək olmaz. Yəni hansısa bacarığı və yaxud da bilik bacarıqlarına görə bölmək olmaz. Sonra nə idi? Qruplara bölünəndə səs-küy yaratmağa olmaz da. Onun üçün əvvəlcədən qaydalar müəyyən olunmalıdır ki, bir-birinizin sözlərini dinləmək lazımdır, bir-birinizə fikirlərini hörmətlə yanaşmaq lazımdır, şəxsi qərəzlik olmamalıdır, o həmənki insanın fikrinə önəm verməlisən sən, bir-birinizə yardımlaşmalısınız, əməkdaşlıq eləməlisiniz, belə bir şeylər. Bəs kollektivlə iş? Kollektivlə iş daha asandır, çünki müəllim bütün uşaqlara həm sual-cavabda iştirak edir, fəal iştirak edir, uşaqlar hamısı da dərsdə iştirak edir, sual-cavab əsasında öyrənir. Bir də bütün uşaqlar iştirak edir, budur. Sonra nə dediniz? Başqa? Kollektivi soruşdum elə. Bəs çatışmayan cəhəti nədir? Müəllim dəqiq məsələsini bilmir ki, necə qiymətləndirmə aparsın da, o var ki, çatışmayan cəhət odur ki, fəal şagirdlər yaxşı iştirak edir, o qeyri-fəal, utancaq, pasif şagirdlər də iştirak eləməyə bilər də, odur. Yəni, burada da deyir, müəllim əsas diqqət yetirməlidir ki, bütün şagirdlər, yəni bir fəaliyyətdə birləşmiş olsunlar. Yəni, utancaq, pasif şagirdlər də prosesdən kənar qalmasın və həm də diqqət etməlidir ki, xaotik şəkildə səs-küy olmasın. Çox sağ olun, Səlimə. Bəs mənə deyin, görün, birbaşa təlimin fəlsəfə prinsipləri hansılar idi? Fəlsəfə prinsipləri odur ki, alt təlim nəticələrdir, bir də ümumi təlim nəticələri var sonda olan. Onlara əsasən planlaşdırılmalıdır. Təlim üsulları ilə iş formaları bir-birinə uyğun olmalıdır. Onu deyirsiniz? Yox. Yəni ki, deməli necə? Deyirik ki, fəlsəfi prinsiplər var. Deyir, bütün şagirdlər nədir? Öyrənəndir. Sən mənim öyrət. Aha. Sonra onlar bacarıqlarına, xüsusiyyətlərinə görə onları təlimə cəlb eləmək, maraq dairələrinə görə təlimə cəlb eləmək. Bu şagirdlər akademik nəticəsi eyni olmaya bilər, lakin yəni birbaşa təlim əsasında dərs keçilərsə daha yüksək nailiyyətlər əldə edilə bilər. Layihə əsaslı öyrənmədə idi, yoxsa problem əsaslı öyrənmədə? Deyirəm ki, əsaslandırılmış təkliflərlə bitirdi iş. Təkliflərlə problem əsaslı. Layihə əsaslı öyrənmənin qiymətləndirilməsi necə aparılırdı? Şagird tərəfindən. Daha sonra. Üzürlü hesab edir. Beyanlar əsasında qiymətləndirilmə olur, deyir burada. Geniş bir deyək ki, cəmiyyət qarşısındadırsa, auditoriya qarşısındadırsa, bunu məsələn müsiflər də qiymətləndirir. Müəllim tərəfindən də qiymətləndirmə var, yoldaşlar da bir-birlərini qiymətləndirmiş olurlar. Belə. Daha sonra nə qaldı soruşmadığım? Belə Səlimə, çox sağ olun. Daha sonra Lara müəllimə buyurun. Hansı müəllimə sual cavab etməmişəmsə əlinizi qaldırın. Səbinə müəllimə, siz niyə çıxdınız dərsdən? Yoxsuz. Sağdan buradaydınız.
Axşam sevmə. Axşamınız xeyir olsun. Siz sual cavab etmişdi. Xeyr. Mən gec gəldim. Allah bir açıq başlayaq, onda sizinlə davam edək. Mənə deyin görüm Lara müəlliməm. Tədrisdə neçə cür yanaşma var? 2 cür sinxron, asinxron tədris. Sinxron, asinxron tədris. Baxın, sinxron tədrisin üstün cəhətləri nə idi? Üstün cəhətləri o idi ki, yəni müəllim və şagird eyni anda sual verilib, sualı dərhal cavablandırılır. Çətinlik nəsə varsa sürətli əks əlaqə qururuq. Hər hansı bir sualda və yaxud da ki, dərsdə çətinliyimiz varsa, onu sual verərək qarşı tərəfdən cavab alaraq tez əlaqə qurulur. Yəni mən deyim, qarşılıqlı əlaqə tez başa gəlir də, belə deyim. Böyle bir neçə xüsusiyyət deyim, aid edəcəyi biz bunları. Deyirəm ki, eyni mövzu fərqli zamanda öyrənilir. Bu asinxrondur. Aha. Canlı ünsiyyətə daha az yer verilir. Asinxrondur. Aha. Məsələn, deyirəm ki, canlı və sürətli şəkildə əks əlaqə qurulur, problem həll etmə bacarıqları yüksək, yəni şəkildə yüksək. Sinxrondadır. Öyrənmə şagirləri uyğun vaxtdadırsa? Öyrənmə sinxrondadır. Sinxron yoxsa sinxron? Öyrənmə şagirlərə uyğun vaxtdadır. Yox, asinxronda. Bəli, sinxrondan söhbət gedir. Tapşırıqların anında yoxlanılması? Sinxrondadır. Daha sonra müəllim və yoldaşları bir-birinə ünsiyyət qurmaq bacarığı? Bu da sinxrondadır. Bəli, sosial bacarıqların inkişafı bu sinxrona əsaslanmış olur. Hibrid təhsil nə idi? Hibrid təhsil odur ki, həm fiziki, həm də yəni məsafədən təhsil alınır. Məsələn, bəzi şagirdlər var ki, dərsə gələ bilmir. Onu həmin vaxt dərs müddətində onlayn qoşur. Onlar da dərsdən faydalana bilirlər. Yəni bir növ həm də asinxron ikisi bir yerdə olur da. Qarışıq bəs? Qarşılıq, yəni bu gündəlik həyatımızdakı, yəni dərs müddətimizdə, yəni uşaqların bir dərs müddətində, yəni dərsi öyrənməsi, dərslərdən məsəl üçün müzakirələrdə, nə bilim rollu oyunlarda, yəni hamısında eyni vaxtda olması da bir növ. Dediyim, bu əvvəlcədən məsələn təyin olunmuş zamanda, yəni hər bir şagird məcburdur ki, burada gəlib iştirak etmiş olsun. Açıq onlayn kurslarda deyil, bura aid edilə bilər. Daha sonra nə qaldı soruşmadığı mövzu ilə əlaqədar? Keçək digər mövzuya, burada heç bir şey qalmadı. Təlim formaları, hansı təlim formalarımız? Fərdi, cütlərlə qrup, kollektiv. Formasını çatışmayan cəhətədir ki, deyirəm, şagird sayı çox olduqda bu tədris Fərdi. Yəni burada şagird sayı çox olur, onları bir-bir yoxlamağa, onların maraqlanmağa vaxt olmur. Bu fərdidir. Bunlarda bəzi çatışmamazlığı da odur ki, bunlarda ünsiyyət, əməkdaşlıq, problem həll etmə bacarıqları inkişaf eləmir də, yəni formalaşmır. Faydası nədir? Faydası da odur ki, burada uşaq məsəl üçün nəyi yaxşı, nəyi zəif bildiyini bilir. Burada metakognitiv bacarığı inkişaf eləyir. Bir də nəyi, hansı üsullardan, hansı strategiyalardan istifadə elədiyi, yəni bunları bu yaxşı bilir. Evet. Demək ki, həm müəllim, həm də özün qiymətlərdən istifadə olunur burada, yəni fərdidə. Cütlərlə işdə odur ki, burada da uşaqlarda həm məsəl üçün əməkdaşlıq, sonra bir-birindən öyrənmə imkanları yaxşı olur. Qarşılıqlı məsəl üçün fikir mübadiləsi edirlər bir-birindən, ortaq nəticəyə gəlirlər. Sonra problem həll etmə burada yaxşı formalaşır. Bunun da çatışmamazlığı var. O da ki, burada məsəl üçün bəzi şagirdlər olur ki, bir-birinin arasında mənfi enerji olur. Bunlarda problem ola bilir. Məsəl üçün olur ki, bəzən rəy vermə qabiliyyəti da zəif olanlarda daha da burada da uğursuz nəticə ola bilər. Sonra qiymət belə idi ki, burada yenə bir-birinə konstruktiv bildirmək var idi. Həm güclü, həm zəif tərəflərindən bir-birini yaxşı bilirlər ki, məsəl üçün mən burada hansı cəhətdən, hansı yollardan necə?
Burada da kiçik komandalar şəklində fəaliyyət göstərirlər. Məsəl üçün, burada da tapşırıqları yenə birlikdə həll edirlər. Məsəl üçün, başqa fəaliyyətlər də, məsəl üçün, fərqli fəaliyyətlər də həyata keçirə bilirlər. Məsələn, sonra problemi, tapşırığı həll üçün birgə çalışırlar. Yəni, bunun bir növ yaxşıdır ki, burada hamı dərsə cəlb olunur. Bu prosesin üstünlüyü odur ən çox. Bəzən də olur ki, burada bir şey var ki, burada çatışılmazlığı əsas odur ki, burada bəzən şagirdlərin bəziləri çox da iştirak edir, bəziləri isə az iştirak edir. Məsəl üçün, burada daha çox fikir ayrılığı ola bilir ki, bu da səs-küyə gətirib çıxardır. Məsəl üçün, əgər qiymətləndirmə meyarı düzgün qoymursa, burada qiymət haqqında narazılıq olur, yəni narazılıqlar yarana bilir. Bu da bunun çatışılmazlığıdır. Bir də orada onun daha bir, belə deyim, qrup üçün faydası var idi ki, mən burada uşaqlar bir-birini gözləyirdi. Məsəl üçün, danışanda bir-birinin növbəsini gözləyirdi. Məsəl üçün, bir-birinin fikrini dinləyirdi. Bir-birinə, yəni münasibətləri pis olsa da, onlar bir-birinə, yəni münasibətlərini ortaya qatmırdılar. Sadəcə öz dedikləri fikirlərin münasibətini bildirirdilər. Bu da bunun bir növ faydası idi. Bir həm də qaydalar olmalıdır ki, məsələn, bir-birlərinin sözünü kəsməsinlər, bir-birlərini dinləyə bilsinlər. Məsələn, hansı bir söz demək istəyirsənsə, məsələn, əlini qaldır və yaxud da ki, gözlə yoldaşın sözünü, fikrini bitirsin, sonra sən davam elə. Yəni, bu qaydalar da şagirdlərin özlərindən tərtib olunduğu zaman daha yaxşı əməl etmiş olurlar. Yəni, orada bir-birinin narazılığı olsa da, yəni bu qaydalar riayət edəndə dərs, yəni qrup işi də effektiv də olur. Qiymətləndirmə də var idi. Burada qiymətləndirmə oydu ki, müəllim təkcə burada şagirdin dərsə yox, tək dərsə görə, məzmuna görə qiymətləndirmir, həm də onların bacarıqlarına görə qiymətləndirirdi də. Hansı bacarıqları yiyələnibdir, ona görə də qiymətləndirmə. Bəli. Qiymətləndirmə meyarını da, ümumiyyətlə qiymətləndirmə zamanı deyil, qrup işlərində müəllim diqqətli olmalıdır, diqqət eləməlidir. Daha sonra kollektiv iş necə aparılır? Kollektiv işdə belədir ki, bütün sinif burada əhatə edilir. Yəni, bir fəaliyyət, burada təkcə bir hissəsi yox, bütün yəni, sinif daxil olur. Burada fikirdir, fikirlər, ideyalar, hamısı, yəni, təcrübələr hamısı bölüşür, sual-cavab olunur, bütün şagirdlər bu sual-cavablara qoşur. Yəni, bütün dərs boyu bütün sinifləri əhatə edir. Bu daha necə deyim, effektivdir də, yəni yaxşıdır. Olur ki, bunun birdən çatışılmazlığı olur ki, bəzən olur ki, sinifdə utancaq şagird mi olur, pasiv mi olur, bunlar kənarda qalır. Burada da yenə idarəçilik zəif olduqda, burada da səs-küy olur, sonra idarə zəifçilik olunda da belə çatışmazlıqları bunlardır. Bunun da əgər meyarlar düzgün olmasa, həm şagird, həm də müəllim tərəfindən qiymətləndirmə apara bilər. Görüm, hansı təlim modelidir ki, bu təlim modelinə görə deyilir ki, ilk hansı bir mövzunu öyrətmək istəyirsənsə, əvvəlki biliyin yeni biliyə əlaqələndir. Hissə-hissə öyrət. Bir öyrətdiyini bir sual-cavab et. Bu bir şaydı da, elə bir əvvəlki biliklərin təkrarı idi, hissə-hissə öyrətmək idi, çox fərqli sual vermək idi. Hansı təlim modelidir? Deyirəm, ilkin fərziyyələr nəticə bölməsində nə edilir? Bu hansı təlim modelidir? Deyirəm, burada müəllim elmi cəhətdən əsaslandırma verir. Bu izah etmədə idi. Hansı təlim modelidir bu? Beşiyə idi. Hansındaydı müəllim tapşırıq verirdi? Beşiyə yoxsa sorğu? Motivasiyaydı. Yox, beşiyədədir yoxsa sorğuda? Müəllim tapşırıq verirdi. Müəllim tapşırıq verir, onu bu sorğudaydı da müəllim. Yox, beşiyə sorğuda vermirdi. Sorğuda sadəcə o nəticəyə gəlib, nəticə müzakirəsi oldu, bitdi. Beşiyədə isə tapşırıq da hələ verir ki, bunu tətbiq et, görüm, tətbiq edə bilirsənmi? Çaşdım. Daha sonra nə qaldı soruşmadığım belə layihə problem əsasında bilirəm ki,
bilirsiniz. Belə çox sağ olurlar müəlliməm. Kimlər qaldı müəllimlər? Ayda müəllimə buyurun. Kimlər qaldı? Əl qaldırsın. Səbinə müəllimə siz qalmısınız. Çıxdınız deyəsən yenə. Bəli müəllim. Ben görüm sinxron, asinxron təlim nə idi? Bəli, sinxron təlimdə burada deyir ki, şagirdlər onlayn qoşulurlar sinxronda. Burada deyir, ünsiyyət bacarıqları olur. Məsələn, sualı verdiyi anda cavab almaq məsələn bacarıqları olur. Və burada deyir, çatışmayan cəhətlər isə internet olmaması ola bilər. Yəni Wi-Fi-ın olmaması, sonra Bir neçə xüsusiyyətdir. Bəli, Bir neçə xüsusiyyətdir. Görək bu hansına aid ediləcək. Deyirəm, şagirdlər öz surəti ilə, öz tempi ilə hərəkət etmək imkanı verir. bu asinxrondur. Deyirəm, şagirdlər daha dərindən düşünmə baş verir. Daha o da asinxrondur. Deyirəm, şagirdlər, yəni bu tədrisdə öyrənməsi üçün müstəqil şəkildə motivasiya bacarığı olmalıdır. Özündə, bu da asinxrondur. Sinxrondur. Deyirəm, sosial bacarıqlar inkişaf edir. Sinxronda. Daxil olmaq üçün sakit yerə ehtiyac var. Bu da hər zaman mümkün olmaya bilər. Sinxronda. Əla. Müəllim və yoldaşlar arasında sürətli şəkildə əlaqə qurulur. Sinxron tədrisdə. Aha. Bir də bax, bunların ortaq cəhətləridir ki, həm Wi-Fi-ın olması, texniki, məsəl üçün, avadanlıqların olması, bir də ki, əks əlaqə hər ikisində var. Necə? Baxın, bir var, sürətli şəkildə əks əlaqə deyirəmsə, bu olur sinxronda, daha doğrusu asinxronda, düz demişdim də, sinxronda. Asinxronda isə necədir? Məsələn, nə zaman gelir mən WhatsApp-a baxıram, siz səs atmışsınız, səsdə görüm nə deyirsiniz. O artıq asinxrondur. Yəni, nə zaman gedəcəm, girəcəm, baxacam, o zaman, məsəl üçün, cavablandıracam. Belə, bunların ortaq cəhətləri bunlardır, bunu yadda saxlayarsınız. Hansındaydı, deyirəm ki, hər kəs eyni anda, yəni qoşulmaya bilər. Sinxronda. Sinxrondur. Problem əldə etmə bacarıqları sürətli şəkildə inkişaf edir. Sinxronda. Bəli, bu da sinxrondur. Əlaç. Daha sonra Ayda müəllimə, hibrid təhsil nədir? Yəni, hibriddə deyir, həm onlayn, həm də belə deyim də, əyani şəkildə tədrisdir ki, məsələn, hansısa uşaqlar deyir, bir problem olarsa, təhsildən yayınarsa, o zaman deyir, bu gerçəkləşdirilir. Yəni, müəllim həm onlayn keçir dərsi, həm də əyani şəkildə. Bəli, həm onlayn, həm də əyani şəkildə, məsələn, həm fiziki olaraq əyləşən şagirdlərlə məşğul olur, həm də ki, onlayn şəkildə qoşulan şagirdlərlə də məşğul olmuş olur. Qarışıq necə idi? Qarışıqda istədik, burada da həm onlayndır, həm də, amma bunun üçün, məsələn, müəllim bir yer təyin eləməlidir, orada dərsini keçməlidir. Həm də deyir, burada video, məsələn, bunu artıq müəllim göndərir və bunun üçün yer təyin edir, yəni şagirdlər yerə qoşulurlar. Daha sonra mənə deyin görüm, hansı təlim formasıdır ki, deyirəm ki, şagird sayı çox olduqda, məsəl üçün, hər hansı bir problem yarana bilər? Fərdidir. Aha. Yəni, əsas problem budur ki, vaxt baxımından problem yaranacaq. Hansı təlim formasıdır ki, deyirəm, bu təlim formasına görə şagirdlər arasında hər hansı bir mənfi münasibət olarsa, olmaz. Hansındaydı, deyirəm ki, şagirdlərdə metakognitiv bacarıqlar inkişaf edir, şagird öz zəif və güclü tərəfini müəyyənləşdirə bilir, intellekt tiplərini bir şəxsiyyət tipinə aid edilir, bəli, bu fərdidədir. Hansındaydı, deyirəm ki, əsasən burada şagirdlərdə yaxın inkişaf zonası güclənir, bir-birlərinə təcrübə bölüşmüş olurlar.
Bəli, qruplarla işdən söhbət gedir. İndi siz qruplarla işin çatışmayan cəhətlərini siz özünüz deyin. Burada deyir ki, qruplarla işdə səs-küy yəni ola bilər. Şagirdlərdə həm də biri çox işləyib, məsələn, biri az çalışa bilər. Qruplarla işin deyir, burada qrup qaydaları olmalıdır və bunu şagirdlər özləri təyin etsə daha məqsədə uyğun olar. Burada da səs-küyün olmaması, qrup qaydalarına əməl etmək. Sonra nə idi? Bəli, qrupun qaydaları da qiymətləndirmə meyarının olmasıdır. Yəni qiymətləndirmə meyarı əvvəlcədən bildirilməlidir. Şagirdlərin bəziləri az, bəziləri çox işləyə bilər. Bu da şagirdlər arasında narazılığa səbəb ola bilər. Səs-küy işgüzar olur, işgüzar və qeyri-işgüzar səs-küy. Daha sonra deməli qiymətləndirməsi necə olur? Burada müəllimə yoldaş bir qarşılıqlı qiymətləndirmə var. Yox, qrup işini qiymətləndirməlidir müəllim. Müəllim, yəni ki, belə deyək, fəaliyyəti qiymətləndirməlidir. Fəaliyyətini. Bəli, fəaliyyətə əsasən qiymətləndirmə verilməlidir. Kollektiv iş necə idi? Kollektiv bütün siniflər olunan işdir və burada deyir, yəni belə deyək ki, utancaq şagirdlər, ya biraz fəal şagirdlər, zəif şagirdlər fərqlənə bilər. Amma deyir, bütün siniflə aparılır. Burada da qiymətləndirməsi müəllim meyarlar əsasında qiymətləndirir. Meyarlarda öncədən şagirdlərə bildirməlidir. Bəli, meyarlar da öncədən şagirdlərə bildirilmiş olur və ümumiyyətlə deyilir ki, bəzi şagirdlər pasiv utancaq olduğu üçün prosesdən kənarda qalır. Bəzən də müəllimin idarəçiliyi zəif olduğu zaman səs-küy yarana bilər ki, bu da deyir, yəni xoyetlik şəkildə səs-küyün yaranması da yəni düzgün deyil, çatışmayan cəhətlərdir. Lakin əsas faydalı cəhəti də hər bir şagirdi bir fəaliyyətdə cəmləyir. Yəni, hər kəs eyni anda iştirak edir, hər kəs eyni mövzu ətrafında düşünür, sual-cavab edir, təcrübə bölüşmüş olurlar. Belə, hansı təlim modelidir ki, bu təlim modelinə görə deyirəm ki, sonda işin qrafik şəkildə təsviri var. Layihə əsaslı. Daha da təkliflər var. Təkliflər? Problemdə deyil müəllimlər, burada deyil fərziyyələr var. Hansında da deyirəm plagiatlıq yoxlanılır. Yəni təkrarçılıq olmamalıdır. Təkrarçılıq olmamalıdır, burada layihə əsaslıdır. Ümumiyyətlə deyə bilərəmmi ki, layihə əsaslı öyrənmə zamanı ümumiyyətlə, məsələn, əvvəllər də müraciət olunmuş mövzu seçilə bilər? Seçilə bilməli, araşdırma aparıla bilər, yalnız o fikir götürülə bilməzdə, yəni sadəcə araşdırma aparılmalıdır. Məsəl üçün, bax deyək ki, hər hansısa bir mövzu seçilib, əvvəllər də seçilib o mövzunun ətrafında şagirdlər məsələn, fikir mübadiləsi aparıblar, hər hansı bir məsələn, təqdimat olunub. Bəli, mövzularını seçilir. Yalnız fikir eyni olmaya bilər. Bəli, sonda hazırlanan məhsul eyni olmamalıdır. Belə çox sağ olun, Aydə müəllimə. Siz də sağ olun. Esmira müəllimə, buyurun. Sağ olun müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Adlandıralım əllərinizi, siz əl qaldırmaq işarəsini salaq aşağı ki, görüm kimlər qaldı orada. Esmira müəllimə, buyurun, zəhmət olmasa mənə deyin görüm. Deməli, sinxron-asinxron təlimatda danışın. Səbinə müəllimə, siz Esmira'dan sonra sizlə davam edin. Sonra da Aytac müəllimə. Demək, sinxron onlayn şəkildədir, müəllimə, canlıdır. Yəni, hər kəs girməlidir, yəni girməyə də bilirlər, yəni mənfi cəhəti var ki, yəni şagirdlər girməyə də bilir. Amma asinxronda, məsələn, nətər deyim, materiallar atılır qrupa. Şagirdlər nə vaxt istəyirlər, onda da baxıb məlumatla tanış olurlar. Yəni, özləri nə vaxtsa da onu həll edirlər də, yəni dərslərini. Amma sinxronda nə də ölü. Canlıdır. Bir neçə xüsusiyyət mən deyim. Deyirəm ki, eyni mövzu fərqli zamanda öyrənilir. Eyni mövzu fərqli zamanda öyrənilirsə də basinxrondur.
Canlı ünsiyyətdə daha az yer verilir. Asinxron. Asinxron. Daha sonra bu tədris yanaşmasına öyrənilməsi şagirdlər arasında çətinlik yarada bilər. Çətinlik yarada bilər. Şagirdlər arasında nətər müəllimə? Deyirəm, bu tədris yanaşmasına öyrənilməsi şagirdlər arasında məsələn çətinlik yarada bilər. Yarada bilər də, məsələn, şagird öyrənməsi çətin ola bilər bu yanaşmaya. Asinxrondadır. Bəli, asinxrondur. Problem həll etmə daha çevik şəkildə baş tutarsa, Sinxron. daha sonra deyirəm ki, deməli, hər kəs eyni anda qoşulmaya bilər. Sinxrondadır o. Bir dəqiqə gözlü. İçinə yoxsa keçməyəcəkdir. Nə bilim də, elə dərman da içirəm, nə də içirəm. Bilməm, qəfildən tutdu, içinə xəstələnmədim, nə qızdırmam olmadı. Sadəcə sinəm ağrıdı, bizə sağlıq, sonra öskürək tutdu. Olur, hə. Elə gəlir. Köməyiniz olsun, Allah sizlərdən uzaq etsin. Amin, inşallah, hamıya. Hansındaydı ki, deyirəm ki, daxil olmaq üçün sakit bir yerə ehtiyac duyulur. Bu da hər zaman mümkün olmaya bilər. Sinxronda. Təqdimat bacarıqları inkişaf edib. Təqdimat bacarıqları inkişaf edirsə də sinxrondadır müəllimə. Bəli, bu da sinxrondadır. Daha sonra hibrid təhsil nə idi bəs? Hibrid uşaq xəstələnirsə də, fiziki məhdud varsa da belə, yəni onda olur hibrid. Canlı da olur. Yəni sinxron da ola bilər, məncə də bir də asinxron da ola bilər, elə müəllimə. Hibrid belədir ki, həm onlayn qoşulur şagirdlər, həm də fiziki olaraq məktəbdə, məsəl üçün, necə ki, biz sinifdə dərs keçmirik, orada onlayn şəkildə sinifdə əgər təşkil olunur. Bir növ şeyə oxşuyur, o fərdi təhsil var, ona da oxşar. Fərdi təhsil elə deyil, axı. Fərdi təhsil fərdi şəkil, evdə təhsildir. Fərdi təhsil elədir ki, məsələn, şagird fərdi şəkildə gəlir, müəllimlər ona fərdi şəkildə mövzuları, fənləri tədris edir. Bir də var ki, baxın, fiziki olaraq bütün şagirdlər oturub sinifdə, nə bilim, bir 3 dənə şagird xəstələnib, dərsə gələ bilmir, onlayn qoşulublar. Daha sonra qarışıq necə idi? Qarışıqda da müəllim bir yer seçir, elə bir kurs şəklində də orada dərslər keçirilir. Daha sonra mənə deyin görüm, hansı təlim forması idi ki, burada deyirəm, şagird sayı çox olduqda vaxt baxımından müəllim problemi yaşaya bilər? Fərdi. Hansındaydı ki, deyirəm ki, bu qaydalar şagirdlərin özləri ilə hazırlandığı zaman həmin qaydalara daha əsaslı şəkildə əməl edirlər? Fərdi. Qaydalardan söhbət gedir. Qaydalar, onda müəllimə qrupla işdir. Qrupla işin çatışmayan cəhətlərindən sayaq? Demək, qrupla işin çatışmayan cəhəti müəllimə, burada zəif şagirdlər ola bilər. Məsələn, onlar geri qalar, nə bilim, fikir ayrılığı ola bilər. Bəli. Tərtib olunmazsa, səs ola bilər və ya meyarlar olmazsa, məsəl üçün, düzgün şəkildə qiymətləndirmə müəyyənləşdirməzsə, məsələn, başlayarlar, məsələn, qiymət üzərində savaşmağa, eləməyə, bəli. Üstün cəhətlərini nə də görürsünüz? Üstün cəhətləri ondadır ki, bir-birlərinin fikirlərinə elə bir hörmət edirlər, belə deyim də. Yəni ki, məsələn, biraz zəif uşaq varsa da, o biri uşaq deyirsə də, mən elə başa düşürəm ki, o da məlumatlanır, nə qədər olmasa öyrənir. Yaxın inkişaf zonası burada güclü olur. Baxın, 4 dənə şagird var qrupda. 4 dənə hər hansı bir problem qoymuşuq. Bu problemin həll edilməsi üçün 4 fərqli baxış var. Fikir söylənir. Buna görə deyir, ünsiyyət qurmalıdır, təcrübəni bölüşmədir, yaxın inkişaf zonasının güclənməsidir. Bunlar hamısı üstün cəhətləri hesab olunur. Daha sonra mənə deyin görün, bəs kollektiv işin üstün cəhətləri nə idi? Kollektiv işdə də bütün şagirdlər, bütün sinif qoşulur, cəlb olunur.
yəni ki, fəal olurlar da hər biri, amma mənfi cəhətləri də odur ki, orada da zəif şagird yenə passiv qalır, arxada qalır. Bəli. Aktiv olmazsa, yəni utancaq olarsa qala bilər. Daha sonra deməli Esmira müəllimə hansı iş forması idi ki, deyirəm şagirdlərin arasında konflikt olarsa, hər hansı bir münasibət olarsa, yəni bu iş formasına istifadə etməyimiz məqbul sayılmaz. Cütlərlə işdə. Aha, cütlərlə işin üstün cəhəti nədir bəs? Cütlərlə iş, mən demək, orada da yəni özlərinin fikirləri olur, iki şagird arasında fikir mübadiləsi gedir, belə bir-birləri ilə, yəni amma mənfi cəhətdə bayaq dediyimizdir. Bəli, burada da şagirdlər bir-birlərindən öyrənirlər, deyir, güclü şagirddən zəif şagird öyrənmiş olur, əməkdaşlıq edirlər, bir şəkildə bir-birlərinə dəvamlıyırlar, problem həll etmədir, bu kimi bacarıqlar inkişaf etmiş olur. Hansı təlim modelidir ki, bu təlim modelinə görə deyirəm ki, deməli, işin sonunda qrafik şəkildə təsviri var. Qrafik şəkildə təsviri var. İşin sonunda təsviri var. Maket halında, slayt halında fərq etmir. Oyun layihə əsasını deyirsiniz mənə? Hansı təsvirdir ki, deyirəm ki, ilkin fərziyyələr nəticə bölməsində yoxlanılır. İlkin maraq oyatmada. Maraq oyatma yoxdur, soğuqlaşdırma əsaslı öyrətmə, bəli. Sonra, hansı təlim modelidir ki, deyirəm ki, burada müəllim elmi cəhətdən izahat verir. İzahatda. Hansındadır bu? İzahat 5Y-dədir. 5Y-dədir. Hansı təlim modelidir ki, deyirəm buna görə belə bir fəlsəfi baxışlar var idi ki, deyir ki, bütün şagirdlər öyrənilə bilər. Yetər ki, sən müəllim öyrən. Birbaşa müəllimə. Yəni, deyir, təlimin bir hissəsi deyil, hər bir hissəsində gəz, dolan, şagirdləri, məsəl şagirdlərini öyrən, belə. Çox sağ olun, Esmira müəllimə. Mənə cavablandıra bilirsiniz, yoxsa? Mən qalmışam, müəllimə. Yox, istəyirsiniz digər müəllimlərlə davam edim. Aytac müəllimə, buyurun. Mən bilirəm, soru-suala ehtiyac yoxdur. Test işləsə ondan yaxşı olar, yəni vaxt az olar. Necə istəyirsiniz? Aytac müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Nələr sual-cavabda iştirak etməyibsə, əllərin qaldırsınlar. Vəsilə müəllimə sizsiz, İlhamə müəllimə sizsiz. Kimlər yoxdursa, nə edə? Kimlər sual-cavabda iştirak etməyibsə, yəni, Aytac müəllimə, buyurun, zəhmət olmasa. Eyni mövzu fərqli zamanlarda öyrədilir. Sinxron yoxsa sinxron? Asinxron. Canlı ünsiyyətə daha az yer verilir. Asinxron. Şagirdlərin bu tədris yanaşmasına öyrənilməsi, yəni çətinlik yarada bilər. Bu da asinxron aiddir. Şagirdlərdə daha dərindən düşünmə baş verir. Dərindən düşünmə asinxronda. Aslındadır, deyirik, verilən suala tez cavablandırılmalıdır, dərindən düşünmə baş vermir. Sinxronda. Hansındadır ki, deyirik ki, hər kəs eyni anda qoşulmaya bilər. Asinxron. Qoşulmaya bilər. Hər kəs eyni anda qoşulmaya bilər. Sinxrondur müəllimə. Sinxrondur, bəli. Baxın, bir də görürüz ki, müəllimlərdən biri çıxdı və yaxud internet olmadı, qoşulmayacaq. Hansındadır ki, deyirik ki, daxil olmaq üçün sakit bir yerə ehtiyac var, o da hər zaman mümkün olmaya bilər. Sinxron. Bəli, bu da sinxron təhsildir. Hibrid necə idi? Hibrid təhsildə həm əyani, həm də distant təhsilin, yəni hər ikisinin baş verdiyi tədris prosesi. Əlaç, bəs qarışıq? Aynen, o qarşılıqla tam başa düşə bilmədim. Qarışıq yəni ikisini sanki qarışığıdır da, həm onlayn olaraq keçirilir, həm də ki, müəyyən bir zamanda vaxt qoyulur, şagirdlər həmin vaxtda ora getməlidirlər. Daha sonra
qaldı soruşmadığımızsa, hansı təlim formasıdır ki, deyirəm ki, yəni hər bir şagird, məsəl üçün, vaxt baxımından problem yarana bilər, şagird sayı çox olarsa, Fərdi iş forması. hansı təlim formasıdır ki, deyirəm ki, şagirdlər arasında mənfi münasibət olarsa effektiv olmaz? Cütlərlə iş. Hansı təlim formasıdır ki, burada yaxın inkişaf zonası güclənir, təcrübə bölüşür, əməkdaşlıq, ünsiyyət bacarır. Hansı təlim formasıdır ki, deyirəm ki, bu təlim formasına görə, belə deyək ki, pasiv şagirdlər kölgədə qala bilər, aktiv şagirdlər daha fəal olurlar. Müəllimin, məsəl üçün, bu təlim formasına istifadə etməsində zəifliyi olarsa, xaotik şəkildə yarana bilər. Kollektiv və iş forması. Kollektivləşmə. Hansı təlim modelidir ki, deyirəm ki, əvvəlki biliklərlə yeni bilik əlaqələndirilməsi, hissə öyrət, daha sonra. Birbaşa təlim. Təlim modelidir ki, deyirəm ki, bu təlim modelinə əsasən oyun elementlərindən təşkil olunmuşdur. Oyunlaşdırma. Hansı təlim modelidir? Deyirik, işin qrafik şəkildə sonunda təsviri var. Layihə əsaslı öyrənmə. Aslı öyrənmə. Yəni, bu oyun elementləri var. Mən bugün bir test işlədim. Orada oyun elementləri oyun əsaslı çıxmışdı. Orada testdə səhvlik var ilə. Mənim hazırladığımda Bəli, sizin testləriniz idi. Oyun elementləri olar. və oyun. Mənim o testimdən də rast gəldim. Ola bilər ki, variantı səhv seçə bilərəm. Olur da bəzi Olabilir. sürüşdürmə olur. Öyle olanda çəkin atın, özüm girim sonra onu sistemdən düzəldib yenidən yönləndirim. Sizə hansı test olduğunu da atın ki, bilim ki, hansı test. Yaxşı. Onun Aytac müəllimdən daha sonra kimlər qaldı müəllimlər? Müəllimlər, bunu indi qarışıq işlədəcəm sizə. İstəyirsiniz? Allah, nə oldu mənim? İstəyirsiniz qarışıq şəkildə başlayaq test işləməyə və axşamınız xeyir Aytac müəllim. Deməli, İşləyə bilərik mənlə. test işləmək istəyirsiniz? Sual çalışmaq. Yaxşı edirəm. Rüfanə mənlə. Mənim bu gün elə bütün günü ixtisasdan dərsim olub. Həqiqətən heç baxa da bilməmişəm. Elə deyirəm, bugün testdə işləyək, məndən sorğu-sualı sab eləyərsiniz, əgər mümkündürsə. Olar. Digər müəllimlər, Vəsilə müəllimə, İlhamə müəllimə. Buyurun, sizdə sual cavab edər. Fərqi yoxdur. Yəni, belə də dəstək bilirəm. Azdan çoxdan öyrənmişəm. Sual cavab edin, İlhamə müəllimə. Sizdə sual cavab edin. Könlüm rahat olsun. Mən nə deyim görüm, eyni mövzu fərqli zamanlarda işlənilirsə, öyrənilirsə. Məndən soruşsunuz müəllimə. Bəli. Eyni mövzu fərqli zamanlarda işlənilirsə, bu asinxronda da. Canlı ünsiyyətə daha bilir. Canlı ünsiyyətə asinxron. Bəli, asinxron. Hansında da deyirəm ki, əməkdaşlıq, ünsiyyət bacarıqları sürətlə əks əlaqə yaradılır. Asinxron. Hansında da problem həll etmə daha çevik sürətlidir. Asinxron yoxsa sinxron? Sinxron. Sinxron. Bəs bundan əvvəlki sual? Necə müəllimə? Bundan əvvəlki sual bəs? O nə idi müəllimə? Sürətlərim yadımdan çıxdı. Və sürətlə yaradılır, problem həll etmə bacarıqları. Sinxron. Bu da sinxrondur. Daha sonra hansındadır ki, deyirəm ki, müəllim və yoldaşları birbaşa ünsiyyət qurma mümkün olur? Fərdi. Yox, bundan hələ deyirsiniz. Çaşdım. Nə tərif, birbaşa əməkdaşlıq eləyirsə də, bu asinxrondur da, əməkdaşlıq varsa da. Sinxron. Deyirəm ki, məsəl üçün, şagirdlərdən neçə kognitiv bacarıq güclənir, güclü olmalıdır, müstəqil düşünmə olmalıdır. Bu asinxron müəllimə. Asinxrondur. Daha sonra, daha dərindən düşünmə bacarığı inkişaf edir. Asinxron.
Bəli. Asinxron. Bəs dərindən düşünmə baş tutmursa,